Bir dəqiqə. Sən də elə eləyirsən ki, yatmamışdan əvvəl son dəfə bir baxım deyib telefonu əlinə alırsan və birdən saat 3 olur. Bu videoda sənin beynində nə olduğunu açıqlayacağam ki, videodan sonra telefonu 1 saat əlinə almaq istəməyəcəksən. Başlayırıq. 2025-ci ildə orta bir insan gündə 145 dəfə telefona baxır. 145 dəfə. Bu o deməkdir ki, hər 6-7 dəqiqədən bir beynimiz bəyənmə, mesaj, bildiriş gözləyir və ən dəhşətlisi bu asıllıq siqaretdən və hətta bəzi narkotiklərdən belə daha güclüdür. Kanadada aparılan araşdırmada iştirakçılara 2 seçim verilib. Bir gün siqaret çəkməyəcəksən ya bir gün sosial şəbəkədən istifadə etməyəcəksən. 70% siqareti seçib. Sosial media beynimizə siqaretdən də daha ağır zərbə vurur. Dopamin nədir və niyə qumar maşınına bənzəyirik? İndi sənə elə bir şey deyim ki, şoka düşəcəksən. Like-a basanda beynində dopamin ifraz olunur. Dopamin bərabərdir həzz hormonu. Amma ən maraqlısı burasındadır ki, dopamin ən çox gözləyəndə ifraz olunur, alınarkən yox. Yəni qısaca belə başa sal. Sən postu yerləşdirəndən sonra telefonuna baxanda gələcəkmi sualı ən böyük həzzi verir. Bu tam olaraq qumar maşınının mexanizmidir. Qumar maşınında udmaq yox, bəlkə bu dəfə udaram sualı insana saatlarla oturdu. Instagram, TikTok, Facebook hamısı dünyanın ən böyük qumar maşınıdır və sən onların içində oynayırsan. Sənə 2 real hekayə danışacağam. 2019-cu ildə 16 yaşlı İngilis qızı Molly Russell intihar elədi. Ailəsi telefonunu açanda gördü ki, qızları Instagramında 2100-dən çox intihar və depressiya ilə bağlı kontentə bəyənmə basır və algoritmada ona ən çox bəyəndiyi şeyi göstərir. Daha çox intihar kontenti. Bu gün də eynidir. Sən nə qədər çox bəyənirsənsə, algoritm sənə bir o qədər ağır kontent göstərir. Beynimiz də bunu mükafat kimi qəbul edir. Beynimizin necə aldadıldığını sənə ən sadə üsulla danışacağam. Beyin, dopamin, telefon. Beynimiz 200 min il əvvəl ovçu toplayıcı üçün yaradılıb. O vaxt dopamin belə işləyirdi. Meyvə tapdın, dopamin. Təhlükədən qaçdın, dopamin. Cütləşdin, dopamin. İndi isə like gəldi, dopamin. Storyyə baxdılar, dopamin. Mesaj gəldi, dopamin. Və beynimiz də təbii olaraq düşünür ki, bu həyati vacib bir şeydir. Məhz ona görə də telefonu əlimizdən buraxa bilmir. Ən böyük yalanlarımızdan biri də odur ki, bunu mən özüm idarə edirəm. Sən də deyirsən ki, mən asılı deyiləm, istəsəm buraxaram. Gəl bir test eləyək. Telefonu indi 30 dəqiqə səssizə qoyub kənara qoy. Əgər bunu eləyə bilirsənsə, təbriklər. Sən 5%dəsən. Yox, əgər bunu eləyə bilmirsənsə, xoş gəlmisən klubumuza. Yaxşı, təbii olaraq deyə bilərsən. Bəs nə etmək olar? Sənə 2 real üsul deyəcəm. Yatmazdan əvvəl telefonu başqa otaqda qoy. Çünki biz telefonu yaxın yerə qoyanda istər-istəməz fikrimiz və beynimiz onda qalır. Və əlçatan bir yerdə olduğuna görə asanlıqla beyin telefonu götürməyi daha üstün tutur. 20 dəqiqə qaydası. Telefona baxmaq istəyəndə 20 dəqiqə özünü sıx və gözlə. Baxma və 90% halda bu istəyin keçib gedəcək. Və ekstra olaraq sənə bir üsul daha deyəcəm. Hər gün bircə saat telefon detoksu elə. Başlanğıcda çətin ola bilər, amma sonra getdikcə asanlaşır. Bu gün də telefonu əlinə alanda özünə bir sual ver. İndi beynimi alladıram, yoxsa həqiqətən də buna ehtiyacım var? Əgər bu video sənə biraz da olsa kömək oldusa, bəyən, paylaş və kanala abunə ol. Sağ ol ki, sona qədər baxdın. İndi gedib telefonu biraz kənara qoy.